bildiyiniz kimi bugün artıq 12-ci Qlobal Bakı Forumunun ikinci günüdür və bugün də forum panel müzakirələri şəklində öz işini davam etdirəcək. Ötən gündə qeyd etdiyimiz kimi panel müzakirələrinin öz mövzusu olur və bir neçə dəqiqə sonra artıq burada növbəti panel müzakirəsi, bugünün ilk panel müzakirəsi başlayacaq və həmin panel müzakirəsinin ana mövzusu isə geosiyasi dəyişmələr, məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı adlanır. Bugünkü müzakirələr başlamamışdan öncə istəyərdim ki, ötən günün əsas nüanslarına diqqətinizə çatdırım, yəni bir qədər yaddaşımızı təzələyək. Heç şübhəsiz ki, ötən günün əsas xəbəri Xarici İşlər Naziri Ceyhun Bayramovun Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını bildirməsi oldu. Jurnalistlərə açıqlamasında Xarici İşlər Naziri qeyd edib ki, Ermənistan son açıq qalan 2 maddə ilə razılaşdığını Azərbaycan tərəfindən çatdırıb. Bilirsiniz ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi ilə bağlı 17 maddə var idi mətndə. Bunun 15-i ilə bağlı razılaşma var idi, lakin 2 maddə ilə bağlı razılıq yox idi. Elə Ceyhun Bayramov da bu 2 maddə ilə bağlı Ermənistan tərəfindən razılaşdığını bildirib. Qeyd edib ki, sonraki mərhələdə artıq Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarını da ləğv etməlidir. Ötən gün panel müzakirələrində çıxış edənlər arasında Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Qılıç da olub. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında yalnız 5 dövlət aparıcı olmamalıdır. Yəni 5 dövlət həlledici rol oynamamalıdır. Bu mənada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dünya 5-dən böyükdür, daha ədalətli dünya naminə tezisi yada düşür. Artıq dünyada gedən bu qarışıq geosiyasi proseslər də əslində bu tezisin nə qədər doğru olduğunu göstərir. Yəni, Türkiyə Prezidenti bildirir ki, digər ölkələrin taleyi bu 5 dövlətin mərhəmətinə buraxılmamalıdır. Elə cənab Qılıç da bu mənada əlavə edib ki, biz öz məsələlərimizi özümüz vaxtında həll etməliyik ki, sonra o problemlər bizi cənginə almasın. İspaniyanın sabiq Xarici İşlər Naziri Ana Palacio da bu mövzu ilə bağlı çıxış edib, bildirib ki, dünya ədalət düzəni ədalətli olması üçün sülh və rifaha söykənməlidir. Bugün qütblər deyəndə Amerika Birləşmiş Ştatları, Çin və Rusiya kimi dövlətlər nəzərdə tutulur, amma digər dövlətlər ikinci plana atılır. Hər şey, yəni bu dövlətlərlə yekunlaşmır. İnkişaf edən ölkələrin də fikirləri nəzərə alınmalıdır. Görünür, cənab Palacio da demək bu dünya 5-dən böyükdür tezisi ilə razılaşır. Ötən gün təşkil olunan Gələcək üçün BMT Paktı, Yeni Qlobal Konsensusun yaradılması adlı panel müzakirəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksabo Korosi də çıxış edib. O bir təkliflə çıxış edib. Əslində bildirib ki, 193 dövlət arasında BMT çərçivəsində islahatlara dair platforma yaradılsın. Burada məqsəd bütün dövlətlərin islahatlar prosesində iştirakını təmin etməkdir. Nəzərə alsaq ki, Azərbaycan BMT-dəki islahatlardan mühüm rol oynaya bilər. Ona görə də bu dövlətin həmin proseslərdə iştirakı artırılmalıdır. Dəyərli izləyicilər, mən sizə ötən günün panel müzakirələrindəki əsas xəbərləri diqqətinizə çatdırdım. Bir neçə dəqiqə sonra artıq bugünün panel müzakirələri başlayacaq və bu müzakirələrin də təfərrüatı ilə bağlı sizə məlumat çatdıracağıq. Lakin hələlik məndən bu qədər.